Ne olub sənə Fuad? Niyə axır vaxtlar belə dəyişmirsən mənə qarşı? Mən səni yox, atanın pullarını sevirdim. Yox, sən belə ola bilməzsən Fuad. Amma sən də pis qız deyilsən. Heç laf. Əllərini yumamsan. Salam qonşu, nə olub sənə? Üstümə sağlıq qonşu, neçə gündür bayıra çıxa bilmirəm. Bəs sizdə Nurlu sabaha doğru şirkətinə məxsus imarələrdən yoxdur? Yox. Allah istifadə elə, bəyənəcəksən. Çox sağ ol qonşu, yoxlayaram. Salam qonşu, necəsən? Necə oldun? Çox sağ ol qonşu. Çox xoşum gəldi. 2 gündür heç oramdan çıxartmıram. Hamıya da məsləhət görürəm. Əclaf, məni aldatdı. Vüqar burada olsaydı bunların heç biri başıma gəlməyəcəkdi. Nə axtarırsan burada? Heç nə. Yalan danışma. Nəsə axtarırdın sən. Şam axtarırdım. Ana, məni qoyub hara gedirsən? Bağışla məni oğlum, mən getməliyəm. Axı sən getsən mənim bir başqa anam olmayacaqdır. Vüqar gələcək, o sənin anan olacaq oğlum. Yox, mənə başqa ana lazım deyil. Sən ol mənim anam. Yox oğlum, bağışla məni. Yox ana, məni qoyub getmə. Salam qonşu, nə olub yenə? Qonşu, acam, evdə də yeməyə heç nə yoxdur. Bəyəm sən Zənci Ürəyi şirkətinə məxsus xiyarlardan yeməlisən? Xiyar? Bəyəm nahara xiyar yemək olar? Niyə olmur? Yedin də, yemədin də xiyardır. Yox, mənim oğlum Vüqar harada olsa gəlir, çıxacaq. Ata, Vüqar gəlməyəcək. 6 ayda ondan xəbər yoxdur artıq. Yox, əgər o mənim oğlumdursa, gələcək. Vəsiyyətini yaz ata, onu gözləmə. Bəlkə də o indi xaricdə bizi düşünmür, səni düşünmür. Əgər o bizi düşünən olsaydı qayıdardı. Vüqar... Vüqar gəldi! Xahiş edirəm, belə seriallar çəkməyin.